Oldu. Tamam. İndi bu altı bazar yəqin ki olmalıdır. Praktiki dərsimiz xəbər eləyəcəm sizə, gətirib göstərərsiniz. Görürsünüz ekranı. Görünür ben. Şu kaydımız da gedir. Biz API-lara başlamışıq. Bilməm baxmısınız ya yox. Çünki siz yox idiniz o dərslərdə. Ben baktım böyle videolara baktım. Hə, tamam. Hansı hissədə qalmışıq burada? Burada authorization var ya, o hemen bölmede diyorsun. Ha, yok. Authorization birinci dərs. Bir dənə də dərs keçmişik API-dan. Text-writer'dan sonra 20 neçə səhifə var idi. Hə, sağ olun, düzdür. Hələ onu yoxlayırdım. Görün, baxmısınız ya yox. Deməli, 63-də. Bunu dedik, gəldik bura. Deməli, biz API-ları istifadə eləmək üçün bizim qrafik istifadəçi interfeysimiz var. Yəni, bu API adlı, belə deyim, funksiyonallığı yoxlamaq, test eləmək, ümumiyyətlə onu başa düşmək üçün bizim Postman, Swagger və digər qrafik istifadəçi interfeysi, buna GUI deyirlər, yaradıblar ki, biz oradan rahatlıqla çağıraq öz API-larımızı. Məsələn, mən bir dənə dokumentasiya tapmışam. Travel Payouts Request Sample. Düzdürmü? Gəlin buna baxaq. Görürsünüz şəkildə. Burada linkini də qoymuşam bura. Bunu tıklayanda gedir ora. Bunu belə götürürük. Bu linklərə prezentasiyadan girə bilirsiniz. Ben yoxlamışam, heç birinə girmək olmur. Hə. Bəs deyib adını belə kopyalasaz, amma girə bilərsiniz oradan belə. Elə kopyalayıb da yapışdırıram, elə oradan Olmur. da girirəm. Google Drive-da nəyəsə ilişir qalır. Hə, tamam. Bunu Canva-da mən sizə link ataram, bunların linklərini. Dərslərə qoyaram da, əlavə eləyərəm. Ya da şeydə ataram. İmini bu API-ın. O birlərdə linkləri çox da lazım deyil, düzdür? Bəli. Amma burada lazımdır. Bunların linklərini ataram. Niyə belə deyir? Düzəldək bunu. Hə. Daxil olduq Travel Payouts Request Sample. Bunun ana səhifəsinə. Bu linkdir. Burada chat var. Siz də mənlə bir yerdə istəsəz daxil olub baxarsınız. Mən chata göndərdim burada linki. Deməli belə. Görürsünüz, bu bir dokumentasiyadır. Travel Payouts vasitəsilə gedən API-lar. Məsələn, buradan birini seçirik. API Booking Statistics proqramın, yəni Booking nədir? Rezervasiya eləmək üçün. Görürsünüz necə yazıb dokumentasiyanı. Deyir ki, Sizdə ekran görünmür. ekran görünmür.
İndi görünür. Ha, indi görürük. Deyir ki, API-ın məqsədini yazıb birinci görürsüz. Bu nə üçündür? Sonra bu API-yə necə gedib akses ala bilərik odur. Yəni hər bir API-yı təhlükəsizliyini qorumaq məqsədi ilə deyir, sizə authorization-da qalmışdıq. Hər bir API-nin təhlükəsizliyini qorumaq məqsədi ilə, yəni hər kəs onu çağırmasın deyə, yəni belə bir istək varsa, biz API-ların növünü keçmişdik, var idi orada public var idi, private, yəni public-dirsə okey, orada token lazım deyil. Amma private-dirsə və yaxud nəsə başqa bir növdədirsə, hə, burada bizə API token lazımdır ki, biz çağıra bilək, start eləyə bilək. Bunun üçün görsən, burada yazıb ki, API tokenini necə almaq olar. Bunun üçün biz header-da request parametri olaraq x access token parametrini əlavə edirik. Daha sonra getting the list of available fields. Lazımi uyğun olan, yəni əlçatan dəyişənlərin siyahısını almaq. Başlıq yazıb burada. Sonra birinci, bunun üçün biz gedib get metodundan istifadə etməliyik. Sonra link yazıb. Ondan sonra bunun haqqında yazıb ki, biz bunu necə çağıra bilərik. Ondan sonra example yazıb. Görürsünüz, belə. Biz normalda nə edirik? Bunu belə oxuyuruq, sonra dokumentləşdiririk. Sonra burada request parametri var. Görək bu hardadır? Request body structure, equality fields. Bəs fieldləri hara yazıb? Hə. Response fields. Görsən, yazıb, yəni requesti belə atırıq. Sonra hər bir bu fieldlər var, bunlar. Bunların nə olduğunu description-ını yazıb, açıqlamasını yazıb, yəni. Date nədir, paid nədir? Yəni, bizim görəcəyimiz iş API-ın endpoint-dir, sonra metodudur, ondan sonra header-ıdır, digər parametrlərini yaradan developerdən alıb yazmaq, onun request və responsunu təyin eləmək. Bu da hardan əmələ gəlir? Sonra request və response'da dəyişənlər, yəni fieldlərin description-ını yazmaq, yəni açıqlamasını. Bax, biz burada daxil oluruq. İndi mən sizə göstərəcəm onu. Bu nə üçün lazımdır? İndi başa salacam onu. Bax, bu requesti biz bu postmana belə əlavə edirik. Mən keçən dərs postman haqqında danışmışdım. İstəsək Swagger-lə də eləyə bilərik, istəsək postmanla da eləyə bilərik. 2 dənə tool öyrənirik biz. Bunun web versiyası da var, app versiyası da var. Yəni, istəsəz yükləyə də bilərsiniz kompüterə. İstəsəz webdən də istifadə eləyə bilərsiniz. Məsələn, mən webdən istifadə eləyirəm. Görürsünüz, belə bir interfeys açıldı. Burada nə deyir? Burada hər bir fieldin özünün öz parametrləri var. Və buradan, bu sol tərəfdən biz öz çağırışlarımızı, yəni API-larımızı əlavə edirik. Bu dokumentasiyalarımızdır bizim. Görürsünüz, hər birinin içində özü var. Və burada bunları bağlayım. Deyək ki, bu 3CX-dir, düzdür. Keçmişdim 3CX. Telefon, məsələn, aplikasiyasını çağırmaq üçün, qoşmaq üçün. Görürsünüz, burada new request, create a department var, get list of users var. İndi biz burada yaradacağıq bizim, burada seçirik. New request collection. New collection'ımız açıldı. Gördünüz. Buradan add request eləyirik. Sonra collection'a ad da qoyarıq. İndi collection'a ad qoyaq. Travel payouts. Bu yarandı. Sol tərəfdə görürsünüz də yəqin ki. Ondan sonra daxil oluruq bura. Bir səliqə ilə hamısını götürüb yapışdırırıq. Bu bunun URL-idir. Get metodunda buraya yapışdırırıq. Boşluq sildik. Ondan sonra bu get metodu da düzdür.
Aha. Görürsünüz burada request'in parametrləri düşdü buna. Authorization üçün profile'dan girib buradan token alırıq. Buradan yapışdıraq. Buradan biz qeydiyyatdan keçirik. Ondan sonra bizə API token verir. API tokeni sonra gətiririk. Burada authorization hissəsindən seçirik. Əgər buradan göstərir ki, bizə bunun authorization tipi nədir? Məsələn, burada deyir ki, authorization header hissəsinə access token parametrini yazmaq kifayət eləyir. Yəni, bu özü təyin eləyir ki, authorization'ı nə ilə eləməliyik? Bax, header hissəsinə yazırıq. Access token. Burada dəyərini yazırıq sonra və bunu oxuduruq. Ondan sonra bu işləyir. Yəni belə. Sonra request hissəsinə bunu göndərəndən sonra, məsələn, for example, buna birini çağırıb. Deyək ki, burada bunu qoysaq. Biz authorization eləməmişik deyə bizə 401 qaytaracaq. Belə. Daha sonra bizim bu travel payouts'un aviaseyirlərin zamanlar üzrə öz qiymətləri var. Görürsünüz, burada listi. Bakı üzrə budur, digər üzrə budur. Response model budur. Request'in parametrləri isə bu hissədir. Origin, yəni gedəcəyin yer və token göndərib. Görürsünüz, bütün həmin istədiyi ərazilər üzrə bütün listi çıxardıb. Mən artıq URL-ə baxanda oxuya bilirəm ki, gedib nəyə gətirmək istəyirik. Görürsünüz, biz keçmişdik ki, endpoint'in query paramsı var, bir də pass paramsı var, parametrləri var. Sual işarəsinə qədər olan hissə bu query paramsı, digər isə pass paramsıdır. Bu isə versiyadır. Görürsünüz, sual işarəsindən əvvəl nə deyir? Prices for dates yazıb burada. Yəni, buna baxanda oxumaq olur nə lazım olduğunu. Bura qədər sual var. Xeyr, yoxdur. Yoxdursa, mən sizə bir dənə dokumentasiya göstərmək istəyirəm. Deməli, bu nədir? Mən dokumentasiya hazırlamışam. Hansı ki, biz mobil wallet var ya, hansı ki, mobil application'dan pul vururuq. Bir də bill payment, ödəniş hissəsi. API dokumentasiya hazırlayanda bu qaydalara mütləq şəkildə riayət eləmək lazımdır. Birincisi, versiya historiyasını yazmaq lazımdır. Yəni, versiya tarixini yazmaq lazımdır. Versiya tarixləri bu şəkildə də yazıla bilər. Əsasən şirkətin özünün şablonu olur. O şablona əsasən siz dokumentasiyanı doldurursunuz. Sonra table of contents yazırıq. Yəni, nə hardadır bilməlidir. Çünki developerə belə daha asan olur. Sonra gedib digər şeyləri tapmaqdan. Həmişə çalışın table of contents qurun. Daha sonra görürsünüz, birinci məqsəd yazıb. Bu API mobil wallet istifadəçilərinə pul saxlama, kart bağlama, kommunal ödənişlər, QR ilə ödəniş, transaction history'dir. Bir bankda yəqin ki, daxil olanda görmüsünüz orada hansı hissələr var pul üçün. Məsələn, onun kimi bir application'dır. Baxın, yazırıq. Base URL yazıb burada. Sonra base URL yazandan sonra base URL nədir? Yəni, əsas URL'dir. Yəni, bütün bu dokumentasiyada bu endpoint bu URL ilə olacaq. Endpointlərimiz burada yazıb. Get, məsəl üçün, user ID ilə gedib balansı tapmaq. Response-da qaytarır user ID-ni, ondan sonra available balansı. Response-dan qaytardığı şeylər buradadır. Daha sonra kart management var, link kart var, yəni kartı link eləmək, tutalım appdə. Çünki biz, məsəl üçün, görmüsünüz də adi iOS-da necədir?
kartı mobil walletə oxuduruq da, düzdür, o match olur. Ki biz oradan əməliyyat elə bilək, NFC ödənişlərimizi həyata keçirdə bilək. Bu da o kartdır. Yəni kart number, expire date, holder name gəlib. Görürsüz, göndərmişik. Ondan sonra responsda bizə qaytarıb bunu. Yəni statusu linked qaytarıb, yəni successdir. Yəni sənin kartın birləşdi artıq mobile wallet-lə. Sonra bill payment model var. Yenə endpoint yazırıq. Sonra request model, sonra response model. Yəni bax, hamısında bu cür qanuna uyğunluqla gedirik. Dokumentasiya siz yazanda mən nümunə bunun üçün qoymuşam ki, belə yazmaq lazım. Daha sonra yazırıq flow description. Flow description nədir? Yəni bu API-lar hansı axınla işləyəcək? Çox dokumentasiyada, ümumiyyətlə şirkətlərdə bu ssenari çox qarışıq olur. Yəni API-ların hardan ardıcılıqla işləməli olduqlarını developerlər bir gedirlər soruşurlar. Amma halbuki biz bunu dokumentasiyaya, flowsunu yazsaq ki, API hansı ardıcılıqla işləyəcək. Bu çox asan da olar. Məsələn, burada yazmışıq. Wallet transfer funksiyonalı istifadəçilərə mobil nömrə, IBAN və ya e-poçt identifikatoru vasitəsilə digər wallet istifadəçilərinə pul göndərməyə imkan verir. Sistem aşağıdakı transaksiya mərhələlərini dəstəkləyir. Görürsən, ləğv edilməsi, rədd edilməsi, qəbul edilməsi və s. Sonra biznes axınını yazmışıq. İstifadəçi mobil tətbiqdə köçürmə məlumatlarını daxil edir. Frontend köçürmə sorğusu üçün payload hazırlayır. Frontend backend API-yə aşağıdakı sorğunu göndərir. Post transfers. Görürsüz, burada frontla backend sequence diaqramı göstərdi özünü ki, frontdan nə gələcək, back ona nə cavab qaytaracaq və front backin qaytardığı cavabı harda istifadə eləyəcək. Əgər balans kifayət deyilsə, transaksiya rədd edilir, aşağıdakı xəta qaytarır. Balans insufficient. Biz burada həm pozitiv ssenarilər yazmalıyıq, həm də negativ. Error olanda nə baş verəcək? Ümumiyyətlə, bir ITBA bütün suallara cavab verməyi bacarmalıdır. Əgər doğru analiz eləyibsə. Bizim keyfiyyətli analizimiz ondan bilinir ki, biz bir layihəni kimlərəsə təqdim eləyəndə, bu developer ola bilər, bu rəhbər ola bilər, orada çıxan sualların hamısına cavab, bəs belə olanda nə olacaq? Bütün bu if-lərə cavab verə bilirsə, deməli biz düzgün analiz eləmişik. Daha sonra, əgər balans kifayətdirsə, əgər qəbul edən tapılmazsa, görürsünüz nə qədər if-lər var, əgər qəbul edən mövcuddursa və s. Bu bütün əgərlər API üçün yazılmalıdır və fikirləşilməlidir. İndi məsələn ChatGPT-yə yaza bilərik də, prompt var da, yəni ondan istəyə bilər ki, bizi challenge eləsin. Ümumiyyətlə bir proyekti götürəndə həmişə onu yazın ChatGPT-yə ki, məni challenge elə, burada nə suallar çıxa bilər. O sizə qoyun suallar versin, sizi düşünməyə məcbur eləsin. Yəni bu gözəl bir funksiyonallıqdır. Köçürmənin qəbul edilməsi flowsu, bu da yazılıb. Köçürmənin rədd edilməsi, köçürmənin ləğv edilməsi və vaxtı keçmiş transaksiyanın idarə olunması. Görürsünüz, hamısı üçün ayrı-ayrı ssenari var. Sonra son transaksiya statusları. Məsələn, bu daha çox sual verilir həmişə developer tərəfindən ki, hansı statusda mən nə başa düşməliyəm gələndə. Sən deyirsən ki, pending olanda qəbul edənin cavabı gözlənir. Bu demək, completed eləndə bu statuslara görə hər hansı bir action planlayır da. Ya databazaya yazmalıdır, ya gidib nəyisə update eləməlidir. Ona görə bu statusların descriptionu ona lazımdır. Sonra bunun diaqramı var. Hansı ki, sequence diaqram dediyim. Deməli, dəqiqə. Bu niyə buranı açır? Draw ayağı.
Bu diaqramı necə edit eləyiblər belə? Neyse, mən sequence diaqramı onsuz da skrini qoymalı olmalıyam bu aşağıda. Bunu əlavə eləyərəm. Burada sequence diaqramı var, hansı ki, hansı API call olunur və o API ilə nəyə gedib çatırıq biz? Onlar təsvir olunub. Daha sonra biz gedirik bir bütün fieldlərin açıqlamasını qeyd eləyirik, tipini qeyd eləyirik. Bu nə üçün lazımdır? Bu developerə lazımdır. Bütün məntiq bizim bu yazdığımız dokumentasiyanın üzərində qurulur. Hər bir fieldin tipi, onun required olması və descriptionu. Bunlar çox aydın şəkildə yazılmalıdır. Və error kodları, error mesajları hamısı yazılmalıdır. Baxın, görürsünüz, burada var. Deyək, bax, bu. Bunu götürək. Nədir burada? Channel, source account ID, counterparty ID, amount, description. Tipi enum, string, object, amount, details, string yenə. Bütün bu tiplərdə keçəcək ki, nəyin nə olduğunu. Required olmağı və descriptionu burada qeyd olunub. Baxırıq travel payout parametrlərə. Dedik ki, currency, origin, destination, departure at, return at, direct, market, limit, page, sorting. Bu request parametrlərdir və onların açıqlamasıdır. Məsələn, currency nədir? Valutadır. Burada yazıb ki, default valuta rubl seçilsin, məsəl üçün. Sonra departure at, yəni ki, uçduğu tarix məsəl üçün də. Görsün, tarixin formatını da qeyd edib ki, il, ay, gün. Bu da lazımlı bir məlumatdır. Daha sonra digər məlumatları bir yazıb. Və burada airline and airport kodlarımız var bizim. Hansı ki, burada aeroportun və uçuşların kodları olur, yəni həmin ölkələrin kodları olur. Biz burada database-ə hər hansı bir məlumat ötürmək istəyəndə buradan götürüb yaza bilirik onu. Sonra keçirik Postman Collection-a ki, Postman Collection-ı necə yaradırıq? Gördüyümüz kimi, bayaq dediyim kimi collection-dan götürürük. Oradan new request edirik, add eləyirik. Ondan sonra collection-ı add eləyən zaman biz oradan artıq bütün requestlərimizi çağıra bilərik. Məsələn, bir də bizim belə bir funksiyonallığımız var. Əgər bizə CURL formatında atıblarsa, əgər biz CURL-i Ctrl-O eləyib əlavə eləyə bilərik Postman-ə. Görürsünüz, nə dedik biz? API görürsünüz də burada yəqin ki, kopya eləyirik biz bunu. Yapışdırırıq Postman-a. Data format deyir səhvdir. 2022 yazaq bura. Deməli, bizim bu çağırdığımız API, bizim bu parametrlərimiz, ondan sonra responsumuz. Görürsünüz, çağırdığımıza görə bu gəlir. Daha sonra, baxın, Postman Collection-da request atırıq ARC-dən. Görürsünüz, request atırıq və o gəlir, yəni, parametrləri. Niyə qrafik istifadəçi interfeysi? Çünki sorğularımızı saxlayıb daha sonra rahat formada istifadə edə bilərik. Qaydan cavabı strukturlaşdırılmış JSON formatında görüb analiz edə bilirik. Rahatlıqla parametrləri əlavə edə bilirik və s. Və JSON formatlarımız var bizim, hansı ki burada açaq.
Görürsüz, JSON formatdır bunu bu hala gətirməyə kömək eləyir. Yəni səliqəyə salır bizə datanı. Baxın, JSON formatlarından açılıb. İndi burada data gəlir. İndi gəlmir, tarixə görədir. Tarixi dəyişəndə gələcək. Burada yazılıb, görürsünüz, success. Bu hamısı alt-alta yazılıb. JSON formatlarından biz bunu eləyə bilirik. Məsələn, bir dənə data göstərim sizə. Data example for JSON Beautify. Məsələn, belə bir datadır JSON-da. Biz daxil oluruq Postmana body hissəsinə. Burada yazaq. Niyə JSON çıxmır buradan? Göstəreyim. Buraya yapışdırdıq. Bax, burada Beautify çıxdı. Bunu Beautify eləyəndə gördünüz, alt-alta yazır artıq. Bizə belə analiz eləmək daha rahat olur. Nəinki ardıcıl yazanda. Bu JSON Beautifier bunun üçündür. Daha sonra CURL nədir? Command line tool and library for transferring data with URLs. Məsələn, CURL üçün data deyək. CURL. Sizdən məsələn deyəndə ki, hansısa API ver, siz onun URL-ini istəyin, Postman'a import eləyin belə. For import Postman. Deyək ki, budur da, düzdür. Ya da bu. Bu da command O eləyirik. Bax, görürsünüz yazdı. Paste URL-i. Bura deyir paste eləyin. Import into collection məsəl üçün. Görürsünüz import oldu məsəl üçün. Send eləyirik, data gəlir. 201 created. 200 və 201 demişdik hansı kodlardır? Eşidirsiniz məni? Bəli, eşidir. 200 və 201 hansı kodlardır? Yəni bu uğurla keçənlər idi də. Bəli. Successdir. Created, yəni yarandı. Görürsünüz, bu postdur. Göndərib postla nəsə yaratmaq istəyir. User ID 1, ID 101, title full, body bar məsəl üçün. Bu bir example-dır. URL-i də başa düşdük ki, nə üçündür. Yenə burada da import eləyirik. Daha sonra düşür bura. Yəni daha asan import eləmək üçündür bizim bu URL-imiz. Gəlin baxaq API layer'da. Bu da URL-dir yenə. API keylərə baxaq ki, key nədir? API key, API-lar bir-birində token məsələsinə görə fərqləndirmək üçündür. Gözlüyüm, buradan keçək. Görürsünüz, göstərir burada. Slash simvol qoyub, convert, date, time series function. Endpoint-in öz hissələrini yazıb, sonra simvolları yazıb. Sonra görürsünüz, URL yazıb burada da. Bu URL-i da biz, bu da header-da API key iləndir. Bunun, belə deyim,
Authorization'ı. Yenə Command O hərfini eləyirik. Command O, Command V. Import eləyirik. Görürsünüz, gəldi, düşdü özü. Hydra giririk. Görürsünüz, özü düşüb. API ki, bu authorization'a ehtiyacı yoxdur. Invite Authentication Credential. Bu işləmir yəqin ki, ona görə 401 verdi bizə. Ki, düzgün eləməmsən. Görürsünüz, özü avtomatik yazıldı. Yəni, CURL üçün ən yaxşı bu copy-paste üçün CURL-i götürməkdir. Daha sonra import Postman dediyimiz kimi API First Dev və Traditional Dev nədir? API inteqrasiya nədir? Ənəvi developmentdə inside-out thinking var. İmplementasiyaya fokuslanmaq, sonra müştərini fikirləşmək, backend-ə fokuslanmaq. Amma API First-dən sonra outside thinking, müştəri dəyərlərinə fokuslanmaq, sonra hazırlanmasını fikirləşmək və app-ə fokuslanmaqdır. Bizə nələr lazımdır? Postman, Swagger, GitHub, Amazon web servisləri, Gitbook, Google API-G. Bunları siz araşdırın. CURL, Advanced REST Client, Google'un özü, Git'in özü, YouTube'un özündə belə var bu, yəni. Ki, nəyi, necə, nə cür istifadə eləyək? Yəni, bunu araşdırın. Tool'lara baxaq. Text editor var, Chrome browser var, Postman, CURL, Curse Allow, JSON formatdır. Bu proqram təminatlarının yoxlanılması. Bütün bu bələdçidir. Yəni, bu gözəl bir materialdır. Bunu göndərim, oxuyarsınız. Burada yazılıb hamısı. Nə üçün avtorizasiya lazımdır? Nəyi necə eləyirik? Hamısını yazıb. Yəni, vaxtı sonu bu dokumentasiyanı oxuyun. Çalışın buradakiləri eləyəsiniz Postmanda. Yəni, bunu test eləyin. Maraqlıdır bu. Həqiqətən. Bunu da göndərirəm sizə. Burada. Bunu çatı. Yoxdur, göndərərəm indi bunu WhatsApp-da. Çatı haraydı buranın? Все, tapdım. Bu, materiallar. Bu da gözəl materialdır. Bunu da oxuyun. Bunu da. Bu da nümunədir. Bu linkləri açın. Mən göndərdikcə özünüzdə saxlayın. API inteqrasiya nədir? Sistemlər arası təhlükəsiz izlənə bilən və dayanıqlı məlumat mübadiləsi üçün yanaşmadır. REST, SOAP və PUC, MQ, Batch formatları var. API inteqrasiyaların. API inteqrasiya yenə baxaq nədir? Məqsədi odur ki, ayrı sistemlərin standart interfeyslər vasitəsilə bir-birindən işləməsidir. API inteqrasiya sistemlər arasında məlumatın, sorğuların və biznes əməliyyatlarının avtomatlaşdırılmış şəkildə ötürülməsidir. Əsas nəticə daha az manual əməliyyat, daha sürətli emal, daha az xəta və vahid izlənmədir. Belə gedir API inteqrasiya. Mənbə sistem, API layer, hədəf sistem. Hədəf arxitekturu isə budur. Gateway, autentifikasiya və trafik idarəsini təmin edir. Integration layer, transformasiya, orkestriya və xəta idarəsini mərkəzləşdirir. Channel, web app, API gateway, integration layer, core system, external partner, monitoring and audit. Uyğun pattern sistemi proses ehtiyacına görə seçilir. Real-time, asinxron kütləvi olur. REST API, sinxron sorğu-cavab, geniş yayılmış format, SOAP, legacy və formal kontrakt tələb edən inteqrasiyalar və PUC, hadisə baş verdikdə qarşı tərəfə avtomatik bildiriş, message queue, asinxron dayanıqlı və yüksək həcmi emal, batch file, gündəlik kütləvi məlumat ötürülməsi,
təhlükəsizlik və dayanıqlılıq. API dizaynında minimum nəzarət mexanizmləri. Bu nəzarətlər API inteqrasiyasının yalnız işləyən bağlantı deyil, əməliyyat baxımından idarə olunan servisə çevirir. AUS-N, AUS-C var. Token role və access skopudur. Encryption, TLS və həssas məlumatların qorunması, rate limit, yüklənmə və sui-istifadə riskinin azalması, retry, idempotency, təkrar sorğularla dublikat nəticənin qarşısını alır, audit log kim nə və hansı sorğunu icra edir, xəta idarə etməsi və monitoring, inteqrasiya prosesində görünürlük və operativ reaksiya, request gəlir, validate olunur, proses olunur, response qayıdır və error queue-suna düşür, əgər lazım olsa. Texniki loqlar, HTTP status və payload ID, correlation ID, biznes xətaları və SLA izlənmə. Yəni, bu o deməkdir ki, bu biznes xətaları çıxdısa, uyğunsuzluq baş verdikcə cavab müddətidir. Yəni, API neçə saniyə cavab qaytarır. Deyək ki, biz nəyisə yaratmaq istəyirik. Bizə tezmi cavab qaytarır, gecmi cavab qaytarır. Bunlar hamısı önəmli ünsürlərdir. İcra planı və uğur göstəriciləri isə odur ki, layihənin mərhələli tətbiqidir ki, hansı ki, analiz, dizayn, inkişaf, test, go, live dediyimiz. Success rate, average response time, error resolution time, data accuracy. İşte bunu tez-tez eşidəcəksiniz bu kimi terminləri. Sistemlər, data mapping, biznes qaydaları, API contract, security, error model, endpoint, transformasiya, test data, UAT, load test, rollback ssenariləri, monitoring, support, KPI izlənmə. Burada klientimiz var bizim gördüyümüz kimi kompanidir. Sinxronluğu qoruyuruq. Bu sequence diagram dediyim budur. Send confirm payment. Məsələn, WhatsApp-la gedir userə sinxron. Sequence diagramımız budur. Sonra send email gəlir. Sonra sistemə artıq webhook-la status göndəririk WhatsApp-dan məsəl üçün. Bu bir versiyadır. Deyək ki, example. Mən sizə tapşırıqlar verəcəm, onları işləyərsiniz. Bununla bağlı yazacağım tapşırığı da. Bank hesablarıdır. Bu Rabitədir, ABB-dir, Muğandır, Yellow'dur. Məsələn, Bank Avrasiyadır, Günay Bankdır. Və bank hesabı məlumatlardır. Belə bir appimiz var. Sonra raw data nədir? Raw data xam məlumatdır. Yəni, görürsünüz, bu hissədə bizim front dediyim budur. Bunun arxasında olan bir API-dir. Başa düşürsünüz? Yəni, biz burada bunu görürük. Görürük ki, rabitə kart belə. Və dokumentasiya yazanda, məsəl üçün, banking API yazıram, tutaq ki. Məsəl üçün də. Example. Gələk banking API. Tutaq ki, budur. Görürsünüz, o üstdə gördüyümüz bu hissə var. Bu hissə. Deyək ki, account ID-dir, balansıdır. Görürsünüz necədir? Bu bizə interfeysdə belə görsənir. Bu cürünə. Ona görə biz o filtrləri yazmalıyıq ki, arxada görsənən bu nə deməkdir frontda? Biz onu bilək. Bu hissə. Bu analizlərimiz bizim onun üçün lazımdır ən əsası ki, bilək ki, biz müştəri frontda nə görəcək? Daha sonra raw data dedik. Raw data xam məlumatdır. Yəni, strukturlaşmamışdır, analiz edilməmişdir. Bütöv bir məlumatdır. Məsəl üçün, burada görürsünüz 50-25 Bakı 2200 manat. Bu məlumat qarışıq və birbaşa analiz üçün hazırdır. Sara 30 Gəncə 2100. Nə başa düşürsünüz? Heç nə. Emal olunduqdan sonra, bura yazır. Orta maaş 1350. Ən çox yaş qrupu 25-30. Region üzrə Bakı Gəncə. Görürsünüz? Raw data belədir. Üstündə işlənmiş data isə budur. Deyək get account balance API-miz var. Yeni endpointimiz budur. Account ID və balance. Bu endpoint üçüncü tərəf təşkilatlar və ya banklara mobil tətbiqlərin inteqrasiyası üçün nəzərdə tutulmuşdur. Account ID həmin hesab üzrə balansı qaytarır. Burada mandatory parametrlər var. Hansı ki account ID-dir, consent ID, option parametrlər. Sender participant code, response nümunəsi isə bu aşağıdakı kimidir. Görürsünüz, bunu da biz formatlara atıb yaza bilərik. Məsəl üçün, ki səliqəli yazsın bunu.
New request, məsəl üçün. Body. Body'də raw data. Raw'a qoyduq. Bunu indi beautify edirəm. Görürsünüz necə hamısını yazdı qarşısından. Yəni səliqəyə saldı. Bunları sonra sizdən geri istəyəcəm ki, mənə başa salasınız, kompüterdə gətirib özünüz işləyəsiniz. Okey. Deməli, REST API Learning passimizdə biz nə dedik? Resursun təsviri, addım 1, endpoint və metodlar, parametrlər, sorğu nümunəsi və cavab nümunəsindən ibarətdir. Resursun description nədir? Resursun təsviridir. Birinci addımımız budur. Resource description budur. Yəni get campaigns, neyinir? Get all campaigns in an account. Post campaigns, create a new Mailchimp campaign. Məsəl üçün, nə yerinə yetirdiyini deyir API-ın əsas olaraq. Burada linklər var. Görürsünüz, bunu da qoy atım linkini sizdə qalsın. Buradan da girib oxuyun. Burada faydalı məlumatlar var. Çata göndərdiyim linkləri açırsınız da qıraqda yəqin ki, bunlar sizə lazım olacaq. Sonra prezentasiyadan götürə bilmirsiniz. Açıb yoxlayırsınız linkləri. İndi hamınıza kameranı açdıracağım. Çox gec cavab. Orxan bəy və Məhəmməd bəy, zəhmət olmasa kameranı açın da. Mən yoxlayıram, mən linkləri hamısını yerim. Açılır sizdə? Bəs Orxan bəy sizdə açılır? Hə. Mən yoxlamamışam açıq. Hə, dördünü də açın qıraqda. Mən çata atmışam. Yoxlayın zəhmət olmasa. Mən danışdıqca. Yox, məndə açmır. Niyə? İcazə vermir deyəsən. Bizdə şəbəkə icazə vermir. Hə. Siz bəs necə Yox, amma araşdıracaqsınız? açısı. Bu bill payment olan var, mobil wallet. İkinci açdı. Bəs siz bu linklərə necə girib baxacaqsınız? Necə araşdıracaqsınız? Necə tapşırıq işləyəcəksiniz? Sizdə qoyulur. Yəqin evdəki internet olar. Hə, yaxşı oldu. Hə, deməli belə. Dedik ki, bu hissədə bizim resursun təsviri hissəsi olur. Hansı ki, biz endpoint'in nə işə yarayacağını deyirik. Baxın, burada var, post campaign var, campaign ID var, cancel'dı, pause'du, replicate'di, resume'du, schedule'du, send'di, test'di. Görürsünüz, bunlar hamısı nədir? Təsvirdir. Görün, indi YouTube'da nə var? Bax, görək. Görürsünüz, YouTube'un API-larını açdıq. Overview yazıb, görürsünüz, YouTube dokumentasiya yazıb ki, mənim API-larım nə iş görür. Və bizim YouTube'u açaq. Gördüyümüz hər bir hissə, bu API-dir. Burada hər şey bir API-dən gəlib. Məsələn, burada biz, görməyə bilirəm, incələyə basırıq, inspectdir bunun adı. Mən bunu sizə öyrətmişdim. Bu inspect'i açanda network hissəsindən görürük. Görürsünüz, burada request URL, get, görürsünüz. Mən bunu mışqanın sol düyməsini basın öz kompüterinizdə. Məsələn, indi mən danışdıqca eləyin bunu. YouTube'a daxil olun, eləyirsiniz. Eləyirsiniz indi. YouTube'a daxil olun. Mouse'un sağ düyməsini klikləyin və oradan incələdi ən axırıncı çıxan. Inspect ingilis dilində olanlarda. Türk dilində olanlarda incələ. Ən axırıncı olan. Bax, bunu belə tıkladınız. Tutaq ki, belə. Mouse'un sol düyməsini. Ən axırıncı çıxan tıklayanda sizdə də mənim ekranımdakı kimi çıxır. Eşidirsiniz? Bəli, eşidirəm. Çıxırmı sizdə də belə bir ekran? Məndəki kimi. Sağ düyməni basanda. Bəli. Yox, sağ düyməni basanda bunlar çıxmalıdır. Hansı? Yayınlarda olmalıdır. Yox, incələdə ən axırıncıda. İncələ.
Inspect. Install inspect. Açıldı. Sağ hissədəki kimi. Kodlar gəldi. Hə, düzdür. Və birinə daxil olduq. Görürsüz nədir bu? Biri nədir burada? Görürsüz request URL yazıb. Bu hansısa bir fonksiyonallıqdır. İkinci, üçüncü, yenə də responsu da görürsüz encrypted eləyib. Biz responslarını görmürük bunun. Qaydırıq biz dokumentasiyamıza. Görürsüz comment hissəsini necə yazmaq olar. Listi, insert, update, delete, hamısını yazıb YouTube barədə. List, insert, commentslər, playlisti açmaq. Hamısı var. Subscription'ın özünün API var. Necə subscription oluruq? Hamısı yazılıb burada. ID, snippet, subscript, hamısı yazılıb. Və hansı fieldin nə iş gördüyünü də yazıb. Bu da maraqlıdır. Bunu da açıb oxuyarsınız. Mən sizə yazdığım, atdıqlarımı zəhmət olmasa rəxtə açın və qeyd edin onu. Bura qədər sual var. Xeyr. Gəlin keçək. Resource description Trello. Baxın, Trello adlı bir bizim saytımız var. Mən bunu sizə də atacağım. Postman-da bunun requestlərini də yarada bilərsiniz. Özünüzdə araşdırma üçün. Görürsünüz necə aydın yazılıb hamısı. Create a new card. Query parametrləri, responsu, requesti, hamısı yazılıb burada. Get the board cards in on. Ondan sonra remove, görürsünüz delete. Bütün metodları yazıb. Get actions və create. Postun adında həmişə create olur, get'in adında həmişə get olur. Delete'də də delete olur metodlara görə. Yəni hamısının nəyə aid olduğunu biz oradan başa düşə bilirik. Resursun təsviri budur. Yəni API-nin nə iş gördüyünü başa düşək biz. Sonra, resursun təsviri çox vacibdir və ondan müxtəlif yerlərdə istifadə edəcəyik. Bu səbəbdən də onu hazırlayanken elə də ki, qısa olsun və resursun mahiyyəti mümkün qədər aydın göstərsin. Yəni, orada uzun cümlələr yazmaq lazım deyil. Sonra taskımız var. Resource description. Bu bayaq ki bizim row'umuzdur. Bu resource description budur. Endpoint üçüncü təşkilatlar bank mobil tətbiqlərinin istəyirə inteqrasiya üçün nəzərdə tutulmuşdur. Həmin dediyim resursun təsviri budur. Balans resursu müxtəlif kriterlər üzrə hesab balansını əldə etmək üçün istifadə edir. Məsəl üçün resursun təsviri budur. İkinci addımımız endpoint və metodlardır. Endpoint və metodlar nədir? Biz bunu keçmişdik. İndi dərinləməsinə keçirik. Baxın, Postman-dən göndərdik. API gateway nədir? Getdi, müraciət elədi serverə. Serverdə yoxladı məntiqləri, daha sonra database-ə müraciət elədi. Get eləyirsə, oradan datanı gətirdi, oxutdu. Lazım olan istifadəçiyə post eləyirsə, getdi, bazada nə isə yaratdı, update elədi. Endpoint example-ımız yenə də bizim göstəririk burada. Bu Mailchimp hissəsində mən atmışam sizə. Görün açılır, siz də qıraqda bu hissə. Endpoint-imizi görürsünüz, təsvir eləyiblər. Endpoint pass param nədir? Gəlin baxaq bu linkdən. Bu linki də atın. Bunu da analiz eləyin. Baxın. Burada da maraqlı API-lar var. Deməli, Get Finance, Financial Event Group, Event ID, Financial Events. Görürsünüz, bu qırmızı ilə işarələdiyim endpointdir. Və bunun pass parametrini keçirik birinci. Baxın, API call eləyəndə olan endpointdir. Bu isə hava məlumatı haqqında olan saytdır. Climate Data API. Görürsünüz, bu da maraqlıdır.
Buna da baxarsınız. Aha. Deməli belə. Endpointlər və metodlar. Metodları demişdik bizdə. Get, post, put, patch, delete demişdik. Ən əsası 4 dənə istifadə edir. Get, post, put, delete. Ən çox trend bunlar istifadə olunur metodlardan. Yadınızda qalıb post nə edirdi? Alo. Post məlumat göndərməkdir. Yeniləmək. Post yeniləmək. Aha, get nə etməkdir? Əldə etmək, məlumatı almaq. Delete nə idi? Silmək. Sağ olun. Deməli, görürsünüz, bu endpointdir. Endpointin birinci slashə qədər olan hissəsi base pass'dir, yəni hostdur. Yəni, əsas budur URL-də. Daha sonra bu birisi hissəsi endpointdir. Bu isə full pass'dir. Yəni, bir URL ibarətdir base pass'dən, hostdan və endpointdən. Gəlin baxaq. API referans var. Burada bir dənə qıraqda açırıq. Biz bunu Stripe API-yi. Görürsünüz, bank accounts, all external accounts deyək. Burada görürsünüz, bu endpointini yazıb. Görürsünüz, bunu atmışam sizə Stripe API desin. Atmamışam, bir dənə də atım. Bunu da girin, araşdırın ki, bu nədir? Analiz eləyin bütün API-ları. Bir baxın filtrlərinə. Ondan sonra bəli, bu API referensləri yazırıq Stripe API saytından. API endpoint grouping by source. Yəni resursa görə API-ları qruplaşdırırıq. Endpoint və description yazırıq. Mütləq şəkildə burada da yazılıb. Daha sonra task endpointimiz görürsünüz nədir? Hesab üzrə balansı əldə et. Bu endpointdir. Üçüncü hissəmiz parametrlərdir. Parametrlər query parameters, pass parameters və headersdən ibarətdir. Parameter type header nədir? Header parameter API request və response zamanı əlavə məlumat göndərmək üçün istifadə olunur. Bu autentifikasiya ola bilər, content type olar, dil və format məlumatları ola bilər. Bunun üçün istifadə olunur. Məsələn, bu CURL-dir. Deyək ki, header-ə X-Access token bunu yazmalıyıq. Baxın, bunu götürürük belə. Buradan. Ctrl-C eləyirik. Keçirik Postmana. Command-O ya da Ctrl-O. Yapışdırıq URL-i. Gördün, səhv elədim. Yapışdırıq URL-i bura. Götürürük. Yapışdırıq Postmana. Import eləyirik. Görürsünüz, burada yarandı artıq. Header-ə baxaq. Header-ə yazmalıyıq bunu. X-Access token. Yəqin çox güman işləməyəcək. Çünki anahtarayız olub tokeni. Amma yenə də baxaq. Key value budur. Sen. Gəldi. İşlədi bunun datası. Baxın,
Bu bizim parametrlərimizdir, requestimizdir. Bu responsdur. Bu da headerdir. Əlavə parametrimizdir bizim. Header authentication. Yəni header bəzən authentication da üçün istifadə olunur. URL-i götürüb kopyalayırıq, header-a bir dənə nəsə yazırıq, o autentikasiya sayılır. Pass parametr nədir? Pass parametr URL daxilində müəyyən bir resursu identifikasiya etmək üçün istifadə olunan parametrdir. Pass parametr URL-in bir hissəsi olur və adətən məcburi olur. İstifadə məqsədi odur ki, müəyyən userdir, müəyyən sifarişdir, müəyyən məhsul kimi konkret resursları çağırmaq üçün istifadə olunur. Baxın, burada bir dənə də URL-imiz var. Bunu da kopyalayırıq. Yapışdıranda yaxşı olur. Deyək, bura new request deyək. Command O, bunu yapışdırırıq, import eləyirik. Görürsünüz, burada da düşdü. Yəni dəyişən hissələr. Daha sonra pass parameter example'larımız var. Bu. Görürsünüz, pass parameter example'ları burada yazmışıq biz. MailChimp developer'dan girib baxa bilərsiniz. Daha sonra burada query nədir? Query parameter request zamanı əlavə məlumat, filtr və ya axtarış kriteriyası göndərmək üçün istifadə olunan parametrdir. Sadə izahı odur ki, query parameter URL-in sonunda sual işarəsindən sonra yazılır. Adətən optional olur. Yəni, bax, burada sual işarəsi nədir? Bundan sonra gələn query parametrdir. Bax, buradan bura qırmızı ilə işarələdiyim query'dir. Query parametrdir. Başa düşdünüz? Bu pass parametri idi header versiyasında. Bu da query parametridir. Sualdan sonra gələn bütün hissə query parametridir. Query parametri example. Məsəl üçün burada sual işarəsindən sonra gələn, bu dates'dən sonra gələn hər şey query parametrisidir. Yəni elə sayılır. Example'ımız da buradadır. Query order, parameter types. Görürsünüz, 2 cür parametr verə bilərik. Həm burada, həm də orada ki, görürük burada query parametrləri. Parameter type'lar header dediyi parametrlər olur, pass parametrlər, query string parametrlər olur. İndi bunların bir-bir özəlliklərinə baxaq. Query header parametri nədir? Request'in header'ını içərir. Adətən istifadə olunur authorization və spesifik request strukturu var. Pass parametr, pass endpoint'in hissəsidir, optional deyil, yəni məcburidir. Usually fiqurlu mötərizənin içində olur adətən. Query parametrdə də sual işarəsindən sonra olur və bütün parametrlər listlənmiş olmalıdır və string parametr eyni olmamalıdır query string parametrlərdən. Raw data yenə görürük. Bunu da yenə səlgiyə salırıq və query parametr nədir ona baxırıq. Query parametr burada sizcə hansıdır? Sual işarəsi yoxdur. Bunun hamısı elə bütün endpoint sayılır. Yəni burada query parametri yoxdur. Header parametri. Gördüyümüz kimi bəzi filtrlərin təsvirində qeyd etmişik ki, bu filtr hardan əldə olunur və nədir? Bizə verilən məlumatlar isə bu yox idi. Biz məlumatları tapşırıq verən layihə meneceri produkt onlardan mütləq almalıyıq. Hər zaman sənədləşdirmədə özümüzü proqramçının yerinə qoymaq və fikirləşmək ki, bütün filtrlər var. Və onu deyirdim. Bu da həmin home task hissəsidir. Hansı ki, köçürmələr necə görsənir, necə olur hissəsidir. Baxın, görürsünüz əməliyyat kodu.
Bu hər hansı bir arxada bir filtr. Yəni bu hamısı bir ingilis dilində yazılıb. Biz onlara analiz edəndə dokumentasiyaya yazırıq və orada görünür ki, nəsə oldu. Yəni ki, frontda bu necə göstərəcək? Tarix və vaxt, date yazılır, formatı yazılır ki, əməliyyatın növü köçürmə yazılır və onun formatı da eyni ilə yazılır. Yəni müştəri nə seçə bilər? İstədiyi şeyimi yaza bilər. Input parametridirmi, yoxsa drop down listimi? Bunlar hamısı qeydə alınır. Daha sonra qalıq balansı yazırıq, məbləği yazırıq. Bu stringdir. Niyə stringdir? Çünki tamdan yazılıb. Sorğunun növü, məxaric və saytı alan üçün müştəri. Məsələn, bu da description'dır. Bu hamısı request'i göndərmişik ki, mən daxil oluram bir banka. Adi mən bir banka daxil olanda belə flow belə gedir. Hansı ki, bir banka daxil oldum. Bir banka daxil olandan sonra, məsəl üçün də webinə daxil olaq. Web, birbank.az. Mobil appə daxil olanda deyir ki, get bu adamı tap, get kartlarını gətir. Biz interfeysdə kartlar görürük. Amma arxada nədir? Request atdım ki, filan istifadəçi kartlarını görmək istəyir. Response ucaq onun kartını qaytardıq. Görürsünüz, burada kredit əldə et var. Yine məsələn, buradan incələyə basırıq. Görürsünüz, biz requestsizcə bu səhifədə request nəyi göndəririk? Nə istəyir bizdən? Eşidirsiniz? Telefon nömrəsi. Telefon nömrəsi bizim üçün nə oldu? Request parametr, düzdür? Biz telefon nömrəsi ilə müraciət eləyəcəyik. Məsəl üçün. Davam et. PIN kod istəyir. Bu da request parametrdir. Və bunun da yoxlanışı var. Görürsünüz, ikinci OTP kod gəldi. Mənə görürsünüz, telefonuma OTP kod gəldi bir bankdan. Deyir, diqqət. Məsəl üçün, bunu paylaşmayın və s. Belə şablon mesaj gəldi. Mənə sizcə OTP kodun göndərilməsi nədir? Yəni, bu funksiyonallıq nədir, OTP kodun göndərilməsi? API-dir da, düzdür. Request olaraq nömrə vermişəm. Response olaraq OTP generate eləyir mənim üçün. Həmişə unikal şəkildə. Okey. Yazdım. Daha sonra nə gəlir? Getdi sorğulamağa məni. Məlumatlarımı. Görürsünüz, gedir. Hələ ki, sorğu gedir. Orada deməli, hansısa bir funksiyonallıq var. O işə salınır. Yəni, gördüyümüz ətrafda hər bir şey API-dir. Gəlin, indi baxaq. Bizim deməli, ev tapşırığımız... Ev tapşırığımız budur. Mənim yazdığım bu hissədir. Bunu səliqəyə salmaq lazımdır və nümunəvi şəkildə postmanda yoxlamaq lazımdır. Bunu götürüb kopyalayarsınız. Mən kopyalayayım, atıma görə olmursa kopyalamaq. Yəni, bunu postmanda necə mən belə yazıram. Siz də bu şəkildə işləyib gətirməlisiniz onu. Burada saxlayaq. Dokumentasiyadan sonrasını gələn dərs üçün saxlayaq. Sizin sualınız var. Xeyr. Deməli, Orxan bəy mənə flowları verməlidir. Məhəmməd bəy də çəkib hazırlayıb verməlidir. Daha sonra bu API-yə aid tapşırıqları işləyəcəyik. Oldu. Mən dərsdə yükləyəcəm tapşırığı da. Sağ olun. Sağ olun.